Ölkəmizdə çox sayda dəvə kəsilmir və ya ümumiyyətlə ölkəyə dəvə idxal olunmur. Belə olan halda dənizkənarı restoran və kafelərdə dəvə qutabı adı ilə təklif olunan ətlərin mənşəyi şübhə doğurur. Dəvə ətinin müşahidə edici baytarlıq sənədləri varmı? İstehlakçıların aldadılması hallarına yol verilərək onların hüquqları pozulurmu? Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhərində dəniz sahilində fəaliyyət göstərən bir sıra ictimai yaşayış obyektlərində növbəti reydlər aparıb. Yoxlama zamanı Dostluq restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb. Santomar, Duyğu, Şərur, Raqnum, Oregano restoranlarının menyularından dəvə qutabının çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. Antalya restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq müşahidə edici sənədlərin mövcud olduğu məlum olub. Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, akt tərtib edilib. Mənşəyi şübhə doğuran məhsullardan nümunələr götürülüb. Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin dəvə qutabı adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Qida təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda istehlakçıların aldadılmasının qarşısının alınması məqsədi ilə nəzarət tədbirləri davam etdiriləcək.